Yoldaşım səhər-səhər işə gedən zaman 3 dənə it cumdu, yoldaşımı aşırıb, burnunu qopardıb, yedi. Sonra yolla keçən maşınlardan biri Allah kömək olsun, kimsə biri saxlayıb, gördü ki, huşsuz halda qanın içində yerə yıxıldı. Götürüb maşınına qoyub, aparıb ki, xəstəxanaya. Xəstəxanada it təcili yardımı köməklik eləyibdilər. Sonra bizə zəh vurub deyibdilər, yoldaşını ağırdı, it tutubdu, gəlin Balinsiya. Səhər 11 idi, işə girdim. O yolun elə bir ki, qabağında 3 dənə it qabağıma çıxdı. Mən nə qədər müdaxilə edim, gücüm çatdıramadım. Biri mənə yıxdı yerə, o birisi də burnumu dişlədi. Daha o yadıma gəlir, ondan sonra yadıma heç nə gəlmir. Huşu itirdin. Bəli. Nə oldu sonra? Sonra bir də ayıldım ki, xəstəxanalıyam. Ağrılarım çox olur, səhərə kimi yatamıram. Burnum çox ağrıyır, nəfəs alamıram. Boğulma gəlir. Nə bilim, bir dənə özümdən geyirəm. Bir dəfə də qanaxmam oldu, apardılar, tikiş vurdular, yenə xeyir olmadı.